Maraqlı bir sual verim. Fərq var. Nəyin fərqi var? Deməli, şəhər ətrafı, metro ətrafları deyək ki, arenda obyektlərin arendası 40-45 kvadratda 400 manata, 500 manata, 600 manata tapma olur. Amma masasız deyək ki, şəhərdən 10-15 kilometr aralı deyək də, masasız kimi yerlər deyək ki, orada qiymətlər 800-1500 civarında. İcara haqqı. O niyə elə fərqlidir? Çünki azında şəhər desən, şəhərdə mərkəz küçələr çoxdur. Yəni əhaliyə görə bu küçə də mərkəzdir, bu küçə də səliqəli mərkəzi küçələr çoxdur. Ona görə təklif çox olur ticarət obyektləri, o da qiymətləri tənzimləyir. Elə yerlər var ki, daha aşağı olur. Amma Masazırdır, Zabratdır, başqa belə mərkəzdən kənar. Binada məsəl üçün var, bir küçə var. Binanın özündə də baxırsan ki, məsələn, ərazi böyükdür, yaşayanlar çoxdur, amma mərkəz küçə bir dənədir. Məcburən hamısı bir dənə mərkəzi küçəyə toplaşır. O da təklif az olduğundan qiymət biraz yüksəkləşir və yüksək qoyanda təklif edəndə götürürlər. Çünki başqa yoxdur. Onu məsələn, olardı ta ki Masazır götürədə, təsəvvür edirsən, nə boyda ərazidir, hamı yaşayış yaşayır. Bir mərkəzi küçəsi var. İndi mərkəzləri genişləndirə, paralel küçə olar, şəhərdə doludur paralel küçədə bilirik. Paralel küçələr olsa, ticarət obyektinin təklifi çoxalsa, onun da qiyməti tənzimlənəcək. Onun səbəbi odur ki, bir dənədir mərkəz küçə.